Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz Azərbaycan Sasani imperiyasının tərkibindəki mövzudur. Və mövzuya keçid almamışdan öncə kanalıma abunə olub videoları bəyənməyi unutmayın. Hər birinizə öncədən təşəkkür edirəm və keçid alan mövzumuza. Sasani dövlətindən danışacağıq və Sasani dövləti yaranmamışdan öncə İran ərazisi və Azərbaycanın cənub əraziləri Parfiya dövlətinin tərkibində idi. Bu arada Parfiya dövləti yerdən və 247 və bizim İran 226-sına qədər mövcud olub. Və artıq 3-cü əsrdə Parfiya dövləti zəifləyir daxili çəkişmələr üzündən, həmçinin Roma ilə aparılan mübarizələr nəticəsində. Və bundan istifadə edən İranda əyalət hakimi olan Ərdəşir Babəkan 226-cı ildə Parfiya dövlətinin varlığına son qoyaraq paytaxtı Ktesifon şəhəri yaxud da Mədain şəhəri olan Sasani dövlətinin əsasını qoydu. Babası Sasanın adı ilə. Dövlətin də adını məhz ondan götürmüşdü. Dövlət əyalətlərə bölünürdü Sasanilər dövründə. Bu idarə etmə sistemini deyirəm. Əyalətlərə bölünürdü və Ərdəşir Babəkan mərkəzləşdirilmiş dövlət yaratmışdı. Dövləti şahənşah idarə eləyirdi. Yəni şahlar şahı. Bəs şah nədir yazmışam bura? Sasani dövlətindən asılı olan dövlətlərin hakimlərinə də məhz şah deyirdilər. Bu da belə. Sasani dövlətində, yəni şahənşahdan sonra ikinci şəxs isə kim idi? Zərdüşt dininin baş kahini. Və Sasani dövləti əyalətlərə bölünür. O da əyalətlər də vilayətlərə bölünür. Və vilayətləri də şahənşahın məmurları idarə edirdilər. Bu belə. Və Sasani dövlətinin Azərbaycanın cənub torpaqlarını işğal etməsindən danışaq. Demək 227-ci ildə Ərdəşir Babəkan Atropatenanı işğal edir. O vaxta qədər də Atropatena məhz Parfiya dövlətinin tərkibində idi. 227-ci il Atropatena ərazisini işğal edir və artıq bu ərazilər, yəni Azərbaycan cənub əraziləri şahənşahın canişinləri vasitəsilə idarə olunmağa başlanılır. Bu arada canişin sözünün də mənası ca yerdir, nişin də oturmaq anlamındadır. Yəni hər hansı bir hökmdarın, şahın təyin etdiyi adamlar. Və Atropatenada işğal eləyəndən sonra artıq başlayırlar buranın əhalisindən vergilər toplamağa, öz ordusuna əsgərlər toplamağa və Azərbaycanın cənub ərazisi, məsələn Atropatena ərazisi Sasanilərin ən mühüm strateji coğrafi məntəqələrindən biri olur. Çünki dünya ticarət yollarının bir hissəsi məhz buradan keçirdi və ona görə Sasanilər üçün çox önəmli idi bu ərazilər. Və bunu deyim ki, Sasanilər dövlətində Qazaka şəhəri çox mühüm bir şəhərlərdən biri idi. Yəni keçmiş Atropatena dövlətinin paytaxtı olan Qazaka şəhəri ki var idi. Biz əvvəllər deyirdik ki, Zərdüştli dininin baş məbədi idi. Biz bundan öncəki mövzuda Zərdüştli dininin yaranması ilə bağlı olan mövzuda danışanda. Və Atropatenada Zərdüştli dininin həm baş məbədi idi, Sasanilər dövründə də əsas şəhərlərdən biri idi. Yəni Atropatenada yerləşirdi və Zərdüşt dininin mərkəzi hesab olunurdu. Sasani şahları taxta çıxan zaman, yəni hökmdar şah seçilən zaman onlarda belə bir adət var idi ki, piyada olaraq, yəni paytaxtdan Qazaka şəhərinə qədər, yəni Qazaka şəhərində yerləşən məbədə qədər piyada gəlməli idilər. Bu onların adətləri ilə bağlı idi. Və Qazakadan da başqa Sasanilər Azərbaycanın cənubunda Ərdəbil, Təbriz və Marağa kimi inkişaf etmiş şəhərlər də var idi. Və burada mən ox işarəsi qoymuşam. Ərdəbil və Təbriz canişinlik mərkəzi idi. Yəni Sasani şahlarının canişinlərinin həm də iqamətgahı məhz bu şəhərlərdə idi. Və bu şəhərlərdə yerləşməklə digər ərazilərdə idarə edirdilər. Və Marağa kimi inkişaf edilmiş şəhərlər var idi. Və keçid alırıq Sasani dövlətinin köçürmə siyasətinə. Yoldaşlar, baxın, ən vacib məqamları qısa şəkildə izah etməyə çalışıram ki, orada testlərə daha çox nələr düşür, uzun-uzadı danışıb yormaq istəmirəm sizə. Köçürmə siyasətini qısa şəkildə deyirəm. Sasani şahları köçürmədə siyasətində iki məqsədi var idi. Özlərinə etnik dayaq yaratmaq və öz hakimiyyətlərini möhkəmləndirmək. Bundan da əlavə gəlib qarşınıza çıxa bilər. Şimaldan gələn türk axınlarının qarşısını almaq üçün şimala da fars dilli əhalini köçürürlər və yaxud Xəzəryanı ərazilərə. Bu da belə. Və mani təlimi. Demək, mani təlimi nədir? 3-cü əsrdə yaranmışdı Sasanilər dövlətinin ərazisində və Sasani dövlətinə qarşı idi. Bu nə istəyirdi mani? Bütün dinləri birləşdirib vahid bir din yaratmaq istəyirdi və bu baş tutmur təbii ki. 278-ci ildə manini tutub edam eləyirlər. Qısa şəkildə bu cür. Yəni mani təlimi
Mane onu istəyirdi ki, bütün dinləri birləşdirib vahid bir dinlə əvəz eləmək istəyirdi və digər dinlərin də elementlərini birləşdirməyə çalışıb nəsə yaratmaq istəyirdi. O da ki, baş tutmur. Və Məzdəkilər hərəkatı. Demək, artıq 5-ci əsrin sonlarına Sasani dövlətində vəziyyət gərginləşir, yəni quraqlıq, susuzluq və əhalinin vəziyyətinin biraz da ağırlaşması nəhayət üsyanlara gətirib çıxarır və 481-529-cu illərdə Sasani dövlətində Məzdəkilər hərəkatı başlayır. Həmçinin bu Azərbaycanın cənub ərazilərinə də yayılır. Demək, Məzdəkilər hərəkatına Məzdək adında şəxs başçılıq eləyirdi və o hər hansı bir xüsusi mülkiyyətə qarşı çıxırdı və bərabərliyi təbliğ eləyirdi. Təbliğatları bu idi. Yəni deyirdilər ki, hər kəs bərabər yaşamalı və xüsusi mülkiyyət olmamalıdır. Amma məqsədləri nə idi? Ədalətli cəmiyyət qurmaq istəyirdilər və nemətlərin insanlar arasında bərabər paylanmasını istəyirdilər. Və Məzdəkilər hərəkatını himayə edən Sasani şahı 1-ci Qubad idi və 1-ci Qubadın da məqsədi var idi təbii ki, yəni üsyançıları dəstəkləməkdə. Çünki Sasani şahı 1-ci Qubad mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri əyanlar ki var idi, yaxud da nüfuzlu Zərdüşt dininin kahinləri ki var idi, onlara qarşı mübarizə aparmaq üçün məhz Məzdəkilərdən istifadə etməyə başladı. Nə edir? Taxıl anbarlarını açaraq əhaliyə ərzaqlar paylamağa başlayır, yoxsul əhaliyə. Və Məzdəkilər hərəkatının əsas iştirakçıları da kimlər idi? Əyanların bir qismi də iştirak edirdi, sənətkarlar, kəndlilər və belə deyim, sadə xalq. Əsas iştirakçıları sadə xalq idi. Və 1-ci Qubad feodallar tərəfindən taxtdan salınır. Çünki təsəvvür edin, bu adam Məzdəkiləri himayə etmək üçün taxıl anbarlarını açır və əhaliyə paylayır ərzaq. Və bu da əyanların narazılığına səbəb olur və 1-ci Qubad taxtdan salır. 1-ci Qubad qaçır qonşusu Axun hökmdarının yanına və nəhayət Axun hökmdarının köməyi ilə bu yenidən hakimiyyətə gəlir və öz hakimiyyəti möhkəmləndirəndən sonra artıq deyir ki, mənim Məzdəkilərə ehtiyacım yoxdur və artıq əyanlara və digər nüfuzlu Zərdüşt din kahinlərə qarşı mübarizə apara bilərəm. Və nəhayət nə edir? Məzdəyi öz adamları ilə bir yerdə çağırır saraya, güya ki, dini söhbət etmək adı ilə və nə edir? Məzdəki adamlarını həbs elətdirir, sonradan isə onları edam elətdirir. Və bunun beləliklə 529-cu ildə Məzdəkilər hərəkatı yatırılır. Bu arada qeyd edim ki, mənim qarşıma bir yerdə çıxmışdı. Məzdəkilər hərəkatının yatırılmasında 1-ci Xosrovun da köməyi olmuşdu. Yəni 1-ci Qubada kömək eləmişdi. Sonradan indi şah seçilir. Gələk Məzdəkilər Sasani dövlətində 6-cı əsrdə artıq ortalanda Sasani şah 1-ci Xosrov hakimiyyətə gəlir. Hakimiyyət illərini yazmamışam, yəqin unutmuşam. 531-579-cu illərdə hakimiyyət olan 1-ci Xosrov bir sıra sahədə islahatlar keçirir. İnzibati sahədə, torpaq sahəsində və vergi sahəsində. Demək ki, inzibati islahatına görə Sasani dövlətini 4 qustaqlığa, yəni 4 canişinliyə bölür və Azərbaycanın şimalı və cənubu bir qustaqlığa daxil edilir. Yəni belə deyim də, Azərbaycan ərazisi Sasanilərin şimal qustaqlığına daxil edirlər. Və bəzən testdə düşər əziz abituriyentlər, buna xüsusi diqqət edin. Dəfələrlə görürəm, abituriyentlər çaşır bu hissədə. Yazır ki, Sasani şahı 1-ci Xosrovun inzibati islahatına görə Azərbaycan ərazisi 4 qustaqlığa bölündü. Baxın, bir də var, Sasani dövlətini 4 qustaqlığa bölür. Qarışdırmayın, ha? Azərbaycan ərazisini 4 qustaqlığa bölmür. Sadəcə Azərbaycan ərazisi Sasanilərin 4 qustaqlığından birini təşkil edir, o da şimal qustaqlığına. Bu da inanıram ki, qarışdırmazsa daha. Və torpaq islahatına görə. Torpaq islahatına görə demək, hərbiçilərə torpaqlar paylamağa başlayır və məsələ xostak torpaq mülkiyyət forması da bax buradan yaranır. Demək, vergi sahəsində də islahatlar keçirir. Vergi yığan məmurlar ki var, onların öz başınalığına son qoyulur. Sonra qocalar, uşaqlar, xəstələr, hərbiçilər, kahinlər can vergisindən azad olunur və 6-cı əsrdə, yəni 6-cı əsrdə artıq vergi yığımında Sasanilər dövləti müəyyən qədər dəyişiklik eləyirlər. Dəyişiklik də nə idi? Məhsul, yəni vergilər məhsulun həcminə görə deyil, baxın, vergilər məhsulun həcminə
görə deyil, torpaq sahəsinə görə alınmağa başlanıldı. İndi düzdür, bəzən hansısa bir məhsulda təbii olaraq xəstəliklər düşürdü və onu nəzərə alırdı Sasani hakim dairələri. Və keçid alırıq torpaq mülkiyyət formalarına. Sasani dövlətində 2 torpaq mülkiyyət forması və 2 vergi növləri var idi. Dastakit torpaq mülkiyyət forması və xostak torpaq mülkiyyət forması. Dastakit irsi torpaq mülkiyyət forması idi, əyanların mülkiyyətində idi və xostak hərbi xidmət müqabilində verilirdi. 6-cı əsrdə Sasani şahı 1-ci Xosrovun islahatları zamanı yaranmışdı, boş qalmış torpaqlar hesabına. Və hətta bu xostak nəinki hərbiçilərə, Zərdüştü dininin kahinlərinə də verilirdi. Vergilər hansılar idi? Xaraq və gizit. Xaraq məhsul vergisi idi, yəni torpaq vergisi idi və məhsul şəklində alınırdı. Amma gizit isə can vergisi idi, vergi verən əhalidən ildə bir dəfə alınırdı. Və bayaq dedim, can vergisindən qocalar, xəstələr, uşaqlar, hərbiçilər, kahinlər azad olunmuşdu bu vergilərdən. Və artıq gələk türk axınlarına. Biz bundan öncəki mövzularda Azərbaycan eradan əvvəl 7-4-cü əsrlər mövzusunda keçəndə dedik ki, türklərin ilk böyük axını məhz 7-ci əsrlərdə olmuşdu, Kimmerski Çak axınları. Və artıq erkən feodalizm dövründə də, yəni 3, 5, 6-cı əsrlərdə də türklərin böyük axınları baş verir. Amma ilk axınlar eramızın ilk əsrlərindən başlayır, yəni feodalizm dövründə olaraq. Və Hunların axınları götürürük biz, sonra Xəzərlər, gəlirlər Xəzər dənizinin qərbində məskunlaşırlar, sonra Bulqarlardır, Sabirlərdir, sonra Corus tayfalardır, Kəngərlidir və bu tayfaları misal çəkmək olar. Və ən böyük yürüşləri, Hunların ən böyük yürüşləri 395-396-cı illərdə olmuşdu. Və bu türk axınlarının da təbii ki, nəticələri olacaq. Vahid ünsiyyət yaranacaq ölkə ərazisində, dil birliyi yaranacaq və vahid xalqın yaranması prosesi sürətlənməsinə təsir eləyəcək. Və türklərin həmçinin gəlişindən sonra Cənubi Qafqazda türklər əsas etnik siyasi birliyə çevrilir. Və Azərbaycan Sasani imperiyasının tərkibinə qatılır, həm şimallı, həm cənublu. İndi biz şimal hissəsinə də toxunacağıq növbəti hissəmizdə. Çünki Sasani dövləti böyük mövzudur deyə mən hələ ki bir hissəsini izah elədim. Vahid dövlətin tərkibində birləşir və bunun müsbət tərəfləri də olur təbii ki. Və ölkənin şimallı, cənublu ərazilərində əlaqələr yaranır, etnik mədəni birliyin təşəkkülü prosesi baş verir, əhalinin sıx birləşməsinə gətirib çıxarır və bu da nə olur? Xarici hücumlara qarşı mübarizə asanlaşır. Sasani dövləti birinci hissəsi bu qədər. İnşallah növbəti hissəsini də növbəti mövzularımızda izah edəcəm. Sağ olun.